Əhaliyə şad xəbər, belə ki, pensiyalar yenidən artırılacaq. 27 noyabr tarixli Gündəm Xəbərin efirində bir xəbəri diqqətinizə çatdırırıq. Belə ki, aparılan ardıcıl uğurlu islahatlar bütün sosial ödənişlərdə olduğu kimi pensiyalarda və bu istiqamət üzrə aparılan vəsaitlərdə də davamlı artıma imkan verib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb. Növbəti ildə isə müvafiq olaraq 590 manata və 629 manata çatacağı gözlənilir. Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə isə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir. Eyni zamanda gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 milyard 993 milyon manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.